Hər vaxtınız xeyir olsun. Değerli izləyicilərim, bugün hazırladığım belə bir dadlı, evdə olan ərzaqlardan çox asan bir piroqun hazırlanmasını sizlərlə də bölüşürəm. İnşallah siz də hazırlayın və nuş edin. Keçək hazırlanmasına xanımlar. 3 ədəd yumurtanı 1 stəkan şəkər tozu ilə ağarına qədər tam çalırıq. Sonra isə üzərinə 1 armud stəkan duru yağ və 1 armud stəkan süd əlavə edirik. Bu xəmirlə bütün meyvələrdən, hətta gilə meyvələrdən də belə bir gözəl piroq hazırlamaq olar. 1 ədəd qabartma tozu əlavə etdim. 1 paçka vanilin əlavə etdim və unlar müxtəlif olduğu üçün xanımlar qramajını deyə bilməyəcəm. Hardasa 300 qrama qədər də un əlavə etdim. Yəni siz özünüz ayarlayın, baxın görün. Bax belə bir duru xəmir olunmalıdır. Sonra isə formanın içərisini yağlayıb sonra unlamışam. Həmin piroqu xəmirini tökdüm, üzərindən ərikləri əlavə edirəm. Dediyim kimi bütün meyvə və gilə meyvələrdən istifadə etmək olar. Sonra yenidən yerdə qalan xəmir üzərinə əlavə edirəm və yenə də ərik düzürəm. Burada isə 50 qram çərək yağı və 50 qram şəkər tozu, bir də un əlavə edib umac edirəm. Dediyim kimi unlar müxtəlif olduğu üçün işlətdiyim unun qramını deyə bilməyəcəm. Hardasa 100-110 qram un getdi bura. Həmin bu hazırladığım umacı da piroqun üzərindən əlavə edirəm. Sonra isə vəssalam veririk duxovkaya. Əvvəlcədən isidilmiş duxovkada 180 dərəcədə isidilmiş duxovkada yarım saat boyunca bişirirəm. Budur, piroqumuz hazırdır, dadlı, ləzzətli. İnşallah bu videomdan da yararlansanız dəstəyinizi əsirgəməyi unutmayın. Like düyməsini basın. Bu sizin üçün asan bir şeydir xanımlar. Mən də qürurlanım sizlər üçün gözəl videolar çəkim. Allah'a əmanət olun. Hələlik bu qədər.